Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün iyunun 1-dir və bizim gül bağlarımızın bayramıdır. Bu bayram münasibətilə bütün bağları təbrik edirəm. Allah bütün bağları qorusun. Gəlin keçək baxaq bu iyun ayında nələr baş verəcək. Yəni bu iyun ayında, yəni bildiyiniz kimi təbii ki gündəmdə olan qızıl və bitcoindir və qızıl yanvar ayında 209 dolar yüksəldi, fevral ayında 184 dolar yüksəldi. Mart ayında 280 dolar yükseldi. Aprel ayında en sürətli hərəkət, yəni 555 dolar aşağıdan yuxarıya qədər. Təbii ki ilk öncə aşağı koreksiya verdi, sonra maksimuma qədər yükseldi, 3500'lərə qədər yükseldi və may ayında 320 dolar yükseldi. Demək yanvar ayı, yanvar, fevral, mart, aprel, may ayı. Yəni əslində yanvar, fevral, mart, aprel ayı ümumi olaraq traderlərə şans verdi ki, göstərdi ki və ipucu da verdi ki qalxmasa. Amma may ayı isə çox qəribə hərəkətlərlə yaddaşı. Baxmayaraq ki, aşağıdan yuxarı 320 dolar yüksəldi, amma sonunda yəni elə bir vəziyyətdə şamı bağladı ki, yəni nə yuxarı, nə aşağı, nə üst xaramidi, nə alt xaramidi, krestikdir, tam olaraq yəni deyək ki, ayı elə bir əcnəbi şəkildə bağladı ki, bütün traderlər üçün müəmmalı qaldı, sual işarəsi altında qaldı ki, yəni iyun ayına olacaq. Heç narahat olmayın, onun da çözümü var. Yəni bildiyiniz kimi, dediyim kimi, yanvar ayında, fevral, mart ayında, yəni bu deyək ki, ən çoxu aprel ayında 555. Təbii ki, bu keçmişdə heç kim üçün maraqlı deyil. Nə qədər qalxdı, yəni sadəcə olaraq keçmişi görürlər. Lazımdır ki, traderlərə ki, Qafar müəllim onlara söyləsin ki, iyun ayında olacaq. Belə, əzizlərim, həm Instagram izləyicilərimizə, həm YouTube'da, həm Facebook'da, həm TikTok'da yəni qızıl üçün ipucu verəcəm sizə. Qızıl üçün hal-hazırda bizim Magic platformamızda 3 bucağın içində 2 bucaq yaradıb. Bu da H4 zaman ekranında aşağı bir direnç nöqtəsi var, yəni ora qədər, yəni enməsi gözlənilir. Bu da 3245'lər və 3209'lar, 3208'lərə qədər, yəni dəstək götürüb qalxması gözlənir. Amma 3325'lər, 3355'lər deyək ki, qabaqdakı hədəflərdir və nəzər çatdırım ki, növbəti hədəflər, yuxarıdakı hədəflər 3375, yəni bu nöqtəni qırandan sonra 3440'lar və bu dəfə 3500'lər yox, birbaşa 3670'ləri görəcək. Yəni bunu nəzərə çatdırın. Təbii ki 4 saatlı zaman intervalında diqqət etmək lazım olacaq. Yəni dəstək xəttləri var, bunları mütləq izləyin. Amma bildiyiniz kimi hər zaman qep köynəyini geyinəndə, qoftasını geyinəndə, futbolkasını geyinəndə demək bu nəyisə işarədir. Təbii ki bir neçə saatdan sonra bazarda qeplərdən müşahidə edəcəksiniz. Belə, Bitcoin-ə gəldikdə isə Bitcoin neyəcək? Yəni Bitcoin bildiyiniz kimi sadəcə olaraq 111'lərdən sonraki hədəfləri indi hal-hazırda kiçik bir koreksiyadadır və 111'lərdən sonra birbaşa 115, 116, hətta 118'ləri görəcək. Euro dolar, funt doları gəldikdə isə euro dolarda hədəflər iyun ayı üçün 1.1430'lar, 1.15-800'lər, 1.18-700'lər. Yəni buna təhlükəli dəstək xətti var orada, 1.12-100'lər, bunu gözləmək lazımdır. Bunu aşağı formalaşsa, yəni yenidən sürətli bir enişlər olacaq. Funtun dolar rəqabətinə gəldikdə isə, funtun dolar rəqabətində demək hədəflər yuxarıdakı hədəflər 1.36-500'lərdir, 38-500'lərdir və 1.42-500'lərdir. Aşağıdakı yəni təhlükəli zona 1.33-700'lərdir. Yəni buna diqqət etmək lazımdır. Nasdaq, S&P Dow Jones və DAX-a gəldikdə isə bunların hər dördü böyük zaman intervalına biz diqqət etsək, bir zaman intervalında baş və çiyin modelinin əksini yaradır və yuxarı qalxma kimi nümayiş etmək istəyir və yuxarıdakı müqavimət xəttini qırarsa sürətli qalxacaq. Belə əzizlərim, sizdən ayrılıram. Xoş istirahətlər arzulayıram sizə və inşallah bizdə iyunun 1-də gözəl, bizdə deyək ki, Forex Traders Facebook səhifəsində bizim Samir bəyin, Məhdə bəyin və Hüseyin bəyin yarattığı bir biznes platformasında, Facebook səhifəsində bizim canlı yayında real hesablarımız hər gün
Biz orada maarifləndirmək üçün real hesablara proqnozlar verib və əməliyyatları açaraq, yəni siz də təbii ki buna qoşula bilərsiniz. Orada yəni sadəcə olaraq belə maarifləndirmək üçün də oradan lotlara siz özünüz seçərsiniz, əməliyyatları yəni siz qərar sizindir. Biz sadəcə olaraq ipucu verib əməliyyatlarımızı öz real hesablarımıza açırıq. Qalanı isə sizdir. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.